Bəs o gücü insan necə alsın? Mənəvi zəifdirsə, qorxaqdırsa, o güc mənə çatmır. Bu gücü birdən-birə insan öz içində yarada bilməz. Bir gün içində, 5 gün içində ay desin ki, mən güclüyəm, bundan sonra hər kəsə qarşı, hər şeyə qarşı, yəni bu belə olmur. Da, yəni gücü yavaş-yavaş sən hər biri yetişdirirsən içində, böyüdürsən. Qorxaq insan, qorxaqdırsa ya hər şeydən qorxur. Qorxuların üstəsindən necə gələ bilər? Çox xırda bir şeylərdən başlayırsan. Bax, qorxduğun elə bir şeylər var ki, eləmək istəyirsən. Tutalım da, hansısa bir hobbi var, ona başlamaq istəyirsən, ürək eləmirsən, ay əşya alınmayacaq, ay həngamədir, ay neynirəm, amma əslində çox istəyirsən də uzadırsan. Hobbidir, idmana yazılmaq, iş yerini dəyişdirməkdir, bəlkə institutda fakültəvi dəyişdirməkdir. Bilmirəm də nə olsa çox şey ola bilər burada. Bax, sən çox istəyirsən, eləmək istədiyin çox şeylər var da. Yəni, hər bir insan eləmək istədiyi şeylər var. Sən bunu eləmək istəyirsən və sən qorxursan və xırda bir şeylərdən başla. Yəni, yetkin insan nədir? Yetkin insan elə bir insandır ki, qorxsa da, onun üçün fayda olan bir şey, qorxa-qorxa, əssə də eləyir bunu. Qorxusundan əssə də bunu eləyir. Amma xırda bir şeylərdən başlamaq lazımdır sizə. Xırda bir şey, sən qorxsan da bunu eləyirsən, eləyəndən sonra avtomatik sənin üçün bu bəsitləşir gözündə. Avtomatik sən görürsən ki, qorxurdum elədim və burada nə var idi ki? Burada heç nə yox imiş ki, mən boş-boş neçə vaxtı əsirəm. Kəş çoxdan mən bunu eləyərdim. Ayda, mən neçə vaxtı bir dənə qorxum məni iflic eləyib, qorxum məni əlbi dustaq eləmişdi özünə. Hələ bir də əsir almışdı səni. Qorxu elədir də səni əsir götürür. Yəni, sən bir şeyin qorxdunsa, qorxa-qorxa da elədinsə, eləyəndən sonra səndə 50% lap alınsın bu elədiyin bir şey. 70% fərqi yoxdur, neçə faiz alınsın. Sən artıq o qorxun azalacaq. Həm özünlə belə fəxr eləyəcəksən ki, alındı. Yenə deyirəm, istər 50% alınsın, istər lap 20% alınsın, fərqi yoxdur nə qədər alınsın. İstər heç nə alınmasın. Dənədin ki, sən bunu bir var oturmuşdun, heç dənəmirdin, amma dənədin. Tutalım alınmadı. İkinci dəfə, üçüncü dəfə dənləyəndə ümumiyyətlə alına bilər. 50% alına bilər. Başa düşürsünüz? Yəni ki, sən qorxduğun bir şeyin eləyəndə nə olur? Sən təcrübə yığırsan burada, təcrübə qazanırsan. Və insana həyatda müdrik eləyən, insana həyatda belə yaxşı potensialı olur, həyat təcrübəsi olur, bütün içində nə bacarıqları varsa ortaya çıxır ancaq o vaxt ki, sənin negativ həyatda çoxlu təcrübən olanda, sənin bir çox şeyləri bacarmayanda, elədin, bacarmadın, bildin ki, bacarmadın tam yox da, indi ola bilər tam neysə bacarmayasan. Yəni, tam neysə bacarmamaq onsuz da nadir hallarda olur. Sən mütləq orada nəsə bacaracaqsan, mütləq sən neysə öhdəsindən bir 15-20% heç olmasa gələcəksən. Geri qalanlar sənin üçün super bir təcrübə oldu, alınmayanlar. Bildin ki, mən baba burada səhv elədim. Artıq bildin. Amma eləməyəndə sən heç bilmirsən, eləsəydin hansı səhvləri eləyəcəkdin. O səhvləri sonra necə düzəldəcəkdin? Yəni, qorxmaq neynir insanı? Həyatda səni dal salır. Qorxdunsa, sən yetişkin insana çevrilmirsən. Qorxdunsa, sən hər bir uşaq pozisiyasında psixoemosional olaraq da uşaq kimi qalırsan. Yəni, balaca bir şeylərdən başlayırsan, tutalım, bu yaxın 5 ay içində 2-3 dənə hədəf qoy özünə, xırda bir şey. Və onu qorxsan da, elə. Hədəf qoydun, o hədəflə çatmaq üçün plan cız. Tutalım, neçə etapdandır. Tutalım, 5 etapdan mən bu hədəfimə gəlib çata bilərəm. 3 etap ərzində. Məsələn, 3, 5, 4 fərqi yoxdur. Hər etapda nələr eləyəcəksən, düzdür? Yəni, belə, sən sonra gəlib çıxırsan istədiyin bir vəziyyətə. Yəni, siz necə? Yenə də məqsəd qoyun, bir hədəf qoyun. Qorxaq insanlar bunu eləsin. Hədəf qoy, xırda bir şeylər. Sonra o biri 5 ay üçün, 6 ay üçün yenə hədəf qoy. Və salam, sonra görəcəksən ki, 2 ildən sonra sən dönüb baxanda, tutalım, indi 26-cı ildə, 28-ci ildə olanda baxanda, ayda, 26-cı ildə mən necə qorxaq idim. Nə yaxşı ki, mən qorxmağı attım kənara, nə yaxşı mən başladım. Biz necə yenə də nələrsə alınmayanda, alınmamağı hələ böyük şey qazandırır insana. Alınmamaq sənə təcrübə qazandırır. İnsana ancaq həyatda püxtələşdirir negativ təcrübə. Pozitiv təcrübə nədir? Pozitiv təcrübə heç yadda da qalmır elə. Gözəl bir şeylər oldu, bitdi və salam.
Hə, yaxşı bir şeylər yaşadın, özünü xoşbəxt hiss elədin, pozitiv təcrübə super deyə qəşəngdir. Amma o adama heç nə öyrətmir. Pozitiv təcrübə bizə heç nə öyrətmir. Pozitiv təcrübə ancaq bizə belə xoş xatirələrdir də, belə deyim.